Dostlar, indi biz ikinci cücələrimiz üçün ev qurmuşuq. İndi yavaş-yavaş evi təmir edəcəyik. Qapısını, şüşəsini, nəyi qoyacaqsa onu qoyacağıq və bunların öz oturmaq yerləridir və qapıları da altdan üstten açılır və onların altdan nərdivanları da oradan çıxıb yuxarıdan bura gələcəklər. Ondan sonra da aşağıda isə çöldə gəzinəcəklər. O üçün belə şey elədik də. Dostlar, hinimizi düzəltdik, elədik, tamamladık. Üstünü düzəltdik, qapısını düzəltdik, 2 dənə qapı var, onu düzəltdik. 2 dənə bağlama yerini düzəltdik və aşağı yuxarı çıxmağını düzəltdik. Qapı qolunu düzəltdik, beləncikdi. Yerində saman tökdük, elədik. Dərəcə qoyduq, işıq qoyduq. Dostlar, böyük cücələrimizi təzə evlərinə qoyuruq. Sağ olun. Bismillah. Dostlar, tam yerləşdirdik bunları. Cücələrimizi, yekə cücələrimizi təzə yeri. Burada yerləri daha genişdir də. Ümid edirəm isti də olar. 300'lük lampa biraz kömək edir. Heç olmaz qoy yerləşsinlər. Tam görüm necə hiss edirlər cücələrim mənim. Yaxşıdırlar. Buradan bir önce görsənir. Şükür Allaha yaxşıdır dostlar. Yəni sabah gəlib uşaq yoxlayarsan da. Sabah gəlib yoxlayaram. Ondan sonra da görüm ki əhvəyaları görüm yaxşıdır, yoxsam yox. Dostlar. Biz vurdu, istiləşdirici kağızdan vurduq ki, hava soyuqdur da. Ona görə də bunu vurduq ki, bu cücələr hamısı isti qalsınlar. Ona görə də. İngilisi içəridə dərəcə 15 dərəcədir. Burada isə toyuqlarımız su içir. Özü də dərmanlı sudur, sarımsaqlı sudur. Ramiz, bunu çox yaxşı elədik biz. İndi yaxşı isti olur da. Elə bil ki, bundan sonra artıq isti olar. Amma havalar istiləşəndə nə edəcəyik biz? Bunları çıxardacağıq hamısını. Yəni burada setka var da, onu çıxardarıq. Onlar üçün sərin olar. İçəridən də qəşəng pilləkənləri var. Pilləkənlə düşəcəklər yerə. Amma buranı biz setkalayacaq da, yəni.
Ora Hə. setkalayacaq ki, aşağını. Niyə ki, onlar hələ ki balacadırlar deyə busu böyük toyuqlar, xoruzlar onları incitməsin də, yəni. Əlbəttə. Hava da bugün görürsən belə qəşəng hava var. Qar da yağır biraz. Balaca cıqqılı qaldılar yağdır. Biz bugün səninlə nə etməliyik? Nə işlərimiz var? Bizi Getməliyik bugün. bugün Artıq o balaca cücələrimizin vaksin vaxtıdır da. 15 günləridir. Gedib biz onlar üçün vaksin almalıyıq. Düzdür? düz. Ha, indi birazdan gedərik. Toyuqların dəmin, yemin, suyun hamısını vermisən də səhər durub. Ha, sağ ol. Ha, bugün bugün biz yumurta götürməliyik və artıq təzədən inkubator işə salmalıyıq, yəni. Bir də isə bizim öz pişiyimiz üçün ev qurmaq lazım. Ha, o pişiyin də уже balalar olmalıdır da. Eləyarıqdır. Sən nə istəsən onu Bizim eləyərik. boz pişik, bir də isə öz pişiyimiz şey ediblərdi, bir-birlərini öpüşüblərdi. Karı koca olublar da. Yaxşı.